Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz yeni evimizin işinə start verdik. Başlayırıq inşallah. Fərdi yaşayış evimizdir. Buzovnada yerləşir evimiz, bağ evidir. Keçək evimizin göstərək, nə iş görəcək onlara olan köməyindən inşallah. Bu işimiz etap-etap gedəcəkdir. Allah xeyir versin, Allah olmayanlara da qismət eləsin. Amin. Allah. Bura bizim evimizin girişidir. Sağ tərəfdə görürsünüz orada hovuzdur. Bütün hamısı burada istipol olacaqdır. Hardasa belə deyək bir 1000 kvadrat, yəni aşağısı 1000 kvadrat burada istipol var. Tək istipol üçün 1000 kvadrat aşağısı var. Və burada bu kolonları görürsünüz, bunları mənim göstərişimlə belə düzəlib ki, niyə? Çünki sabahsı günü nəsə problem olsa, bunun içərisindən gedib gəlmək olsun. Çünki bizim kanalizasiya borusudur, kollektora gedən borudur və isti soyuq su xəttidir. Hamısı bu həmən babı görürsünüz, bu kolonun içərisindən gedəcəkdir. Bizim qazanxanamızda orada yığılacaq. Videonu izləməkdə qalın ki, bütün hamısını çəkiliş elədikcə, iş gördükcə mən hamısını etap-etap çəkiliş eləyib paylaşacağım. İnşallah burada bambaşqa iş gedəcəkdir. İzləyin videonu qalın ki, görəsiz nə iş gedir, nə edir. Bizim qazanxana orada olacaq. İndi buranın hələ usta var. Hələ bu kolon görürsünüz, bir tərəf tökülübdür. Bir tərəfdəki görürsünüz töküləcəkdir. Ora bizim şambadır. Şamba olacaq. Bura bizim hovuzumuzdur, çimmək hovuzudur. Bura bizim içməli sudur, basıncıdır. Bura hovuzun basıncasıdır. Burada motorxanasıdır. Burada istipol. Bütün bura belə, bütün istipol olacaqdır. Bütün hamısı. Bir də evlərimizin də hamısı istipol olacaq. 3 mərtəbədir. Hər mərtəbəsi də 230 kvadrat metrdir. Bax, bunların hamısını bax, bu cür özüm belirlətdirmişəm ki, bizim bu sağ tərəflə kanalizasiya borusu gedəcək. Burayla da su xəttidir, hovuzun xəttidir, suların hamısı burayla gedəcəkdir. Bu da o birisi tərəfə gedən yerdir. İndi isə biz işimizə start verdik. Nəyi? Evə girişləri, kanalizasiya xətlərimizi, onların yerlərini çəkib eləmək. Materialımızı inşallah götürüb bu işi hələ görəcək. Çöl işlərini görüb borularımız getsin ki, bu belə deyək də, borumuzun üstü bağlansın, filtələr qoyulub, boruların üstü bağlanacaqdır. Bağlanandan sonra da Allahın köməyindən ondan sonra evlərə keçər. Evlərin xətlərini çəkilişini zad eləmək başlayır. Bu tərəfdə hazır, bu tərəfdə hazır. Görürsünüz, bax bura hazırdır. Evin arxasından şambiyə qədər bütün bizim xətlərimizin hamısı bunun içərisindən gedəcək. Elektrik xəttidir, kanalizasiya xəttidir, su xəttidir. Hamısı bunun içərisində olacaq. Və o qazanxanadan lük qoyacam, bir də havalanma yeri qoyacam ki, bunun içərisindən nə vaxt istədin, gedib gələ bilərsən. Düzdür, biraz sürünmə fason kimi olsa da, ancaq baxma, yenə də hərəkət eləmək olur. Bunlar burada saxlamışdılar, bura qalmışdı. Onu da dedim ki, yox, burada olmalıdır, axıra qədər ki, boru düz gəlməlidir. Düz gəlir, bizim qazanxanamız burada yığılacaq. Burada elektrik yeri olacaqdır, işıq yeri olacaqdır. Ancaq bu hissədə bizdə qazanxana yeri olacaqdır. Bu
burada indi Allahın köməkliyilə burada qazanxana bambaşqa olacaqdır. Videonu izləməkdə qalın ki, görün ki, burada nə iş gedir, nə eləyir. Burada bambaşqa yəni qazanxana yığacam inşallah Allahın köməkliyilə. Boiler sistemi, boilerimizdəki ən aşağısı 1 tonluq olacaq. 3 dənə də kombi hardasa. İndi baxacam kombinin güclərini hesablayıb baxacam görək nə qədər bəs eləyir, nə eləyir. İndi onları hesablayıb və inşallah elə etap-etap buranın işi çox uzun çəkəcək. Yəni ondan sonra növbəti bundan sonra bir neçə işlərimiz də var. Hələ layihə ilə tikilir, bir 2 ay azad Allahın köməklə o iş də başlayacaq. O da 2 mərtəbə yekə evdir. Onun da çəkilişini eləyəcək inşallah Allahın köməklə. Əziz izləyicilər, biz işimizə start vermişik. Allahın köməkliyilə başlamışıq işimizə. Bu bizim şambadır. Buradan kanalizasiya yerlərinin xəttləri qoyulacaqdır. 2 tərəfdən gələcəkdir. Bir evin sağından və bir də solundan gələcəkdir. Bunlar gördüyünüz kimi görürsünüz. Bunun qıraq hissəsini kanalizasiya görə hörəzləyirlər. Onu mən qoymadım ki, yox olmaz. Belə olmalıdır ki, tam hərəkət olsun içəridə. Buradan şamba deşilib girəcək içəri və bir dənə də buradan 200'lük boru bayıra çıxacaqdır. Şamba dolanda maşın çəkə bilsin deyə. Burada isə bizim qəşəng bir qazanxana yığılacaq. Burada onu da yığıb paylaşacağım. Kanalı izləməyi unutmayın ki, izləyicilər, abunə olun ki, izləyə biləsiniz. Burada maraqlı videolar olacaqdır. Bütün hamısı da istifadə olacaq. Bundan sonra hələ növbəti bir neçə işimiz var. İnşallah onlar da fundamenti qoyulub tikilir. 1-2 aya da o işlər başlayacaqdır. Hovuzumuzdur. Murad Usta bir də yorulmayasan. Hazırlaya bildik. Nətər? Manisi tərəfçiydi. Baxın, almatur. Onlar kəsiləcək. O heç ola bilsin, heç ehtiyac deyil. Çünki 2 dənə 50'lik yanbayan keçəcəkdi. Polnu. Skiri də buradan salsın. Deməli 100'lük boru, 250'lik, bir də 32. Bəs eləyər. Bəs eləyər, problem yoxdur. Sömələdir. Yaxşı, indi gedək şambanın yanına, oranı. Orada da var, burada dağılmalıdır. Prosto buranın kərpişini pis yerə. İndi zəh vurub deyəcəm, gəlin bu kərpişi yıxsınlar o birisi tərəfə, oranı da deşik açılacaq. İndi hələlik gedək o şambanın yanınızadır, açaq. Bura bizim evimizin girişidir əzizləyicilər. Hər mərtəbəsi 230 kvadrat metrdir əzizləyicilər. Görürsünüz. Ora zirzəmidir. Orada bütöv hamısı istifadə olacaq. Çünki bilyarddır. Hamısı orada olacaqdır. Bura bizim mətbəxdir. Yataq otağıdır. Sanuzel və sanitar qovşağıdır. Bizim zalımızdır. Görürsünüz, zalımızdır. Buradan da qalxaq 2-ci mərtəbəyə. Yaxşı. Hələ bizim 2-ci mərtəbədir. Burada da yataq otağıdır. Sanuzeli və sanitar qovşağı var. Burada yataq otağıdır. Və burada yataq otağıdır. Burada da jolofun borsunun
Xətti buradan düşəcəkdi. Bu da deşildi. 75'lik boru ilə düşəcək. Orada da var. O birisi də var. Prosto o birisini o tərəfkini düz qoymuşlar. Bərdən 2-dən olsaydı bəs eləyirdi. Ehtiyac döyüldü, ev yoxdur. Orada səfə yol veriblər. Burada bir yataq otağıdır. Gördüyünüz kimi. Yataq otaqların hamısında sanuzel və sanitar qovşağı var. Abi buradan qəşəng panoramadır. Qəşəng görsənin. Buranın hələ tam hazır olmağı super çıxacaq bura. Katok şunur da çək. Gəlim oranı da göstərim, oranı da dağıtma işlərini görək. Hələ birinci növbədə bayırdan başlayırıq. Bayırda bütün dağıntı işlərimiz hamısı qurtarmalıdır ki, ondan sonra da keçək evin içəri hissələrinə. Bu da bizim zirzəmini görürsünüz. Bax. Orada bizim bilyard olacaq yekə. Qəşəng özdə yayda bura sərin olacaq. Orada sanuzel və sanitar qovşağıdır. Orada lavabo otaqlardır. Oradan da pilləkən çıxır. Yenə də evin arxa tərəfinə. Görürsünüz bu cür proyektlədir. Budur. Buradan da çıxırıq yenə də evin arxa tərəfinə. Budur, bu da bax, kanalizasiyamız oradan. Ancaq bu xətt bura içəri, bu kalot kimi olan yerə kanalizasiya olacaqdır. Kanalizasiyamız və su xəttimiz gedəcək. Bir də elektrik xəttlərimiz gedəcək bunun içərisindən və üstünə filtrlər qoyulacaq. Filtrlər qoyulacaq ki, bir də lüklər qoyulacaq. Sus məsafəsi xeyli var. Qaqa, biri buradan deşiləcək içəri. Şambuya girməyə görə. Bax, haradasa, buralardan gör, hardan dobnudur, bax, almaturun arasından. Biri buradan keçəcəkdir. Biraz yuxarıdan olsun, yoxsa? Yox, yer bərabəri. Yer bərabəri. Yer bərabəri. Bir də oradan 100'lük olacaq, buradan isə 200'lük olacaqdır. Bura yuxarıdan olacaq amma. Bax, o beton altındakı kubik var, bax, ondan başlayacaq. Bax, bir oradan deşilib. Bir də buradan da bayıra çıxmağa görə ki, maşın çöldən çəkə bilsin deyə. Biri də bu tərəfdən gələndir. Bu da bax, abi. Bu da bax, o qıraq var, almatura düşən yer. Tin. Yox, bax, bu şey... Bax, ora, aşağı var, ay sağ ol, qoy sən. Bildim. Düşün. Düşmür. Füsun, bax, oradanca yerlərimizi hazır qoyaq ki, bunlar pərdəni oranı töküblər, betonun indi söküb oradan bura keçirdəcəklər. Keçirdəndə sonra oradan deş yazmaq bizə əziyyət olacaqdır. O taxtadan bu izə edirəm də. Çünki onlar hörüb gələcək bura, bitişdirəcək də buna, düzdür? Reyki olan tərəf var. Ondan biraz qırağı eləyim. Ki beton tökəndə bunun yığıcığı var. Yox, onu özləri karobka yığacaq ora. Sən bu şey taxta var, bax bu taxta. Bu taxtanın belə deyək də içərisindən yığırlar. Düzdürmü? Sən bunun bu qırağından, bu almaturun belə içini deşərsən belə gedəcək. Onu deyirəm də mən də. İçini o bərabərəcək deşib çıxmaq o tərəf. Elə almaturun üstü var, üstü bərabər, bax onun içərisi elə yaxşıdır. 100'lük boru elə ora yerləşəcək. Buranı da ki söküb bu tərəfə keçirdəcəklər.
Bu qədər. Videonu izləməkdə qalın ki, əzizləyicilər, etap-etap işimiz getdikcə göstərəcəyik.